Hər kəsə salam dostlar, necəsiniz? Mən Lavacraft. Bu gün sizlərlə gördüyünüz kimi bir pizza oyunu ilə qarşınızdayım. Pizza oyunun part 3-ünü çəkirəm sizlərlə birlikdə. Çox uzatmadan videoya keçək. Gördüyünüz kimi dostlar, nə bu 1.2k pul yığmışam. Və buradan 410'u verib, bura bir dənə məncə kuryer gələcək. Olmalı da kuryer. Bir dənə bundan. Gördüyünüz kimi avtomatik bu özü satacaq. 450'ni də bura verəcəm. Bu solu da belə göyrəkdə eləyirəm. Buradan da 170 dollar kar eləyirəm deyəcəydim. Buradan da bir şey açıldı. Claim'a basıq, tapdım. Dostlar, kanalıma abone olub like atarsınız, çox sevinirim. Baba, bu canlı yayımdadır. Buranı da yekəltdik. Dostlar, dünən niyə video gəlmədi deyəcəksinizsə, dünən canlı yayım açmışdım, hamınız bilirsiniz. Çoxuz bilir əslində. Dünən canlı yayım açmışdım. Canlıda girdim TikTok'a. TikTok'a girən ki, mən də TikTok'a əvvəlcədən video atacaqdım. Girdim TikTok'a. O TikTok'a video atacağıma görə girmişdim oradan video atmaq yerinə və orada üzüm elə bir çıqqılı göstərdi. Sonra canlı yayım bağlandı. YouTube mənə yazdı ki, 14 gün sonra Gmail'dən yazdı. 14 gündən sonra YouTube hesabım bağlanacaq. Mən də dedim, necə? Belə araşdırdım, elədim. Deməli, bu həqiqət idi. Nədir? Heç bir şey eləməsəydim 14 gündən sonra YouTube hesabım bağlanacaqdı. Mən də gəldim, girdim, kartımız adımı yazdım. Şəxsiyyət vəsiqəmi falan yazdım, elədim, axırda düzəltdim. Amma indi niyəsə düzəltdim. Amma ta canlı yayım deyəsən aça bilməyəcəm. Yoxsa necə? Canlı yayım ta aça bilməyəcəm deyəsən. Nə vaxt hər gün canlı yayıma girirəm, canlı yayım bağlı göstərir. Və dostlar, bildiyiniz kimi mən pizza oyunun keçən dəfə ən son çəkdiyim pizza videosunu atarkən mənim 37 saatım tamam idi. O deyir something. 20 dənə pizza istəyir. 20 pizza nə edirsən? Hə, nə idi? Mənim 37 videom var idi. 37 saat video var idi, amma mən bugün tezən durdum. Gördüm ki, 41 saat tamam olub. Dostlar, belə gedərsə, bu reklamlar. Dostlar, belə gedərsə, mənim 4000 saatım bir ay içində bəlkə tamam ola bilər, bəlkə. Tamam olsa çox süper olar. Bir dənə də bu 60 alaq, 83. 30 elmasa bunu alacağım. Dostlar, aşağıdan kanalıma abone olub like atarsınız, çox sevinirəm. Hamınızı çox sevirəm. Hər yoruma da cavab verirəm və hər kəsin istədiyi videoyu çəkməyə çalışıram. Deyəsiniz ki, niyə Minecraft videosu çəkmirsən? Bunu demək yadımdan çıxıb. Mən Minecraftın təzə sürümündən keçdim. Minecraftın təzə sürümünə. Keçən günü girdim, yüklədim də, yəni 1.26.30 oydu. Yüklədim, yükləyən kimi də getdim, girdim və oturum. Bilirsiniz ki, sürümü təzələyəndə oturum açmaq lazımdır. Köhnə oturumuz varsa onu da aça bilərsiniz. Mənim də Gmailim əvvəlcədən silinmişdi, o Minecraft Gmailim. Neyəsə silinmişdi, nömrəm fərqli idi, nömrədən koza hissədir. Silinmişdi və girdim. Nədir, Gmailimə silməyə gördüm ki, yoxdur. Gmail'də təzələsəm, axı mənim Gmailim silinib, kodzak gəlməyəcək və eləyə bilməyəcəm. Ona yenə təzəsini açmaq istədim. O təzəsinə də girdim. Bir dəfə deyir ki, hesab engelləndi. Hesab engelləndi. Belə falan yazırdı. Sonra girdim ayrı hesabdan təzə hesab açdım özümə. Gmail. Təzə Gmail. Açdım, girdim və yenə bu dəfə də nəm deyirdi, basılı tut. Basılı tuttum, saxladım. Hər dəfəsində mənə dedi ki, elə
Nə basıl tut, basıl tut. O qədər bastım ki, axırda çıxdım, girdim YouTube-a, araşdırdım, elədim, amma heç bir şey tapa bilmədim. İndi də hələ də YouTube Minecraft bunlar əsəbləşib. Minecraft oturum açmamışam. Yaxında bir dənə dostumuz ilə də video çəkəcəm. Məni çağırıb videosuna. Eyni sürümdəyik. Yaxın vaxtda indidən deməyim, amma deyəcəm də onunla videosunu çəkək. Bu bağ danışır, keçir. Onunla videonu çəkib deyəcəm sizə. Mən YouTube-a da atacağam, gəlib izləyərsiniz. Onunla da videonu çəkəcəm. Mərak eləməyin. Bu dəqiqə indi Minecraft videosu ata bilmirəm. Ondan yenə. Reklam. Və pullarımızı yığırıq, gördünüz. Bunu da aldıq, bunu da belə. Hər şeyi göy eləyirəm. Və onu da vaxt qurtardı. Və dostlar, videomuz bu qədərdir. Kanalımıza abunə olub like atarsanız çox sevinərəm. Sağ olun, salamat qalın. Bay bay.